Allah Resulü sallallahu aleyhi ve sellem öz evində dəfn oldu, yoxsa Ayşə anamızın evində? Allah Resulü Ayşə radiyallahu anh. Düz o ev artıq Allah Resulü ev bırakır. Ev kişiyə nisbət olunur. Ona görə deyilir, ona görə Allah Resulü vəfat etdikdən sonra Ayşə orada yaşadığına görə, Ayşə orada olduğuna görə deyilir ki, Ayşənin evidir. Amma əslində ev Allah Resulünün evidir. Sadəcə Ayşə üçün ayrılığı evidir. Ayşə radiyallahu anh üçün ayrılığı evidir. Ona görə deyilir ki, Ayşənin evidir. Amma əslində qalsa ev Allah Resulünün. Çünki ev kişiyə nisbət olunur. Ömər radiyallahu istəyir orada dəfn olmağa, nəyə görə deyirdi ki, yəni Dostların yanında. Çünki orada əslində qıssa biraz uzundur. Yəni çalışdığım yerə qədər qısaltdım onu. Və orada deyir ki, Ayşəyə deyir ki, Ömər ibn Xattab özü istəyirəm. Abdullah ibn Ömərə deyir ki, yəni öz oğluna deyir ki, öz dostlarımın yanında olmaq istəyirəm. Onlarla bir dəfn olmaq istəyirəm. Ayşə anamızdan niyə soruşur, icazə istəyir? Çünki ev onun evi idi. Artıq Allah sonra dəfn olunmuşdu. Çünki Allah sonra dəfn olunandan sonra, artıq atası sonra dəfn olunandan sonra haqq sahibi o idi. Çünki ev onun idi. Allah Rasulundan sonra ev onun idi. Ayşənin evi idi, radiyallahu anh. Allah razı olsun. Necə ki, məsəl üçün bizdə elədir. Məsələn, kişi vəfat edir. Kişi vəfat edəndən sonra ev kimindir? Kişinin qadınındır. Qadına məxsusdur. Amma kişi vəfat etmədikcə ev kişiyə məxsusdur. Ona görə artıq kişi əgər vəfat edibsə, evə kimsə əgər girmək istəsə, qadından icazə almalıdır. Yəni, qadın icazə verməsə, kimsə girə bilməz. Təbii ki, qadının buluq yaşına çıxan oğulları yoxdursa, təbii ki. Allah sizə bərəkət versin. İnşallah, düz indi danışdığımız söhbətdən qeyri bir sual olacaq, amma inşallah vermək istəyirəm. Qardaşlar var ki, olur ki, yaşı böyük olur, hətta lap yaşı kiçik, özlərinə sələfi əhlüsünnə deyirlər. Amma ki, belə şeyxin də bəzi dərslərində var, şeyx də məsləhət verir əslində, deyirdi ki, çalışdığınız qədər dinimizi öyrənməyə çalışın da. Amma deyirlər, ümumiyyətlə, elm götürdüyü insanlara fikir vermirlər. Yəni, bidətçi olsun, xavarici olsun, fərqi yoxdur, hizbi, ixvan, kimə gəldi dinləyirlər də. Hətta nəsihət deyirsən, deyir ki, qardaş, vallahi gözəl danışır, qulaq asmaq istəyirəm, haqqı danışır, belə. Yəni, nə qədər nəsihət edirsən, dəlil qoyursan qabağına, videolar, səs yazmalar, yenə də deyir ki, yox, mən dinləyəcəm, fərqi yoxdur mən üçün. O da elm əhlidir, bu da elm əhlidir, mən dinləyəcəm. Yəni, inşallah o qardaşlara bir dənə nəsihət eləyərdiniz, Allahın izni ilə. Yəni, əgər kimsə deyirsə ki, falan kəs yaxşı qulaq asır, üzr istəyirəm, yaxşı danışır, xoşuma gəlir, elə sözün əslindən, əvvəlindən görünür ki, ixlaslı deyil. Səsə görə qulaq asır, haqqa görə qulaq asmır. Elə bir bəşər olaraq sən buna rahat hökm verə bilirsən. Yəni, Allah üçün qulaq asan kimisə səsinə və ya kimisə danışığının formasına qulaq asmaz axı. Düz ola bilər, hər hansısa bir tələbənin danışığı kimisə xoşuna gəlməsin. Amma haqq varsa dinləmək lazımdır, o haqqı götürmək lazımdır. Aydındır. Amma yox, əgər kimsə ona haqq bəyan olduqdan sonra, haqq ona çatdıqdan sonra, ona dəvət gəlib çatdıqdan sonra, əgər deyirsə ki, yox, filan kəsin danışığı yaxşıdır, mən onu tərk etmək istəmirəm, görür ki, ixlaslı deyil. İxlaslı olmadığına görə, zaten elə ixlaslı olmağı elə sözündən bilinir ki, kiminsə danışığının forması onun xoşuna gəlir. Yəni, bu müğənnilik deyil axı, o müğənninin səsi qəşəngdir, xoşuna gəlir, qulaq asılan bunu. O cahillikdə olan şeylər idi bunlar hamısı. Dində belə şey yoxdur axı. Kim haqqı deyirsə qulaq asılır, kim batıl deyirsə tərk olunur. İstər batıl deyən elmdə güclü olsun, istər o batıl deyən elmdə zəif olsun, fərq eləməz. Və zaten bu qədər fitnələrin çoxalmanın da səbəbi elə buradan qaynaqlanır, buradan ortaya çıxır. Müsəlmanlar dünyalarına yanaşdığı kimi dinlərinə yanaşmırlar. Dünya məsələlərində hamısı sələfidirlər. Dünya məsələlərində hamısı sələfidirlər. Kiminsə əgər zərrə qədər eşitsələr ki, ticarət məsələlərində nə vaxtsa biraz səhvi olur, ondan ticarət eləməzlər. Və yaxud da eşitsələr ki, kimsə borcu alanda bir-iki həftə gec qaytarıb, ona borc verməzlər. Aydındır. Və yaxud da eşitsələr ki, kimsə belə. Görürsən, yəni ehtiyatlar üzərində ehtiyatdır hamısında. Dünyavi məsələlərdə maşallah sələfidirlər. Təbii ki, bu kinayəli sələfi sözdür. Amma dininə gəldikdə isə yox, elə şey olmur. Ona da hamı haqq edir. Və nə qədər yaxşı danışanlar var. Allah sizə bərəkət versin. Sən belə bir sual var, bu xavaricilərin belə bir yayğın bir deyimi var ki, Suriyaya gedənlər əgər lap fitnəyə gediblərsə, orada hətta cihad yoxdursa belə, onlar niyyətlərinə görə savab qazanacaq. Ümumiyyətlə, bir əməl nə vaxt qəbul olunur? Yəni, burada ixlas da şərtdir yoxsa yox? Yaxşı sual. Və sünnə? Ümumiyyətlə, bir insan əgər ixlaslı olsa və ixlaslı olduğu, bu ümumi cavabdır. İndi ümumi cavabı izah edəcəm. Bir insan ümumən ixlaslı olsa,
yəni Allah üçün hər hansı bir əməl etməyə çalışsa və etdiyi əməl xəta olsa, səhv olsa, ola bilsin ki, ona günah yazılmasın və hətta ola bilsin ki, ona xeyirlər, əcrlər yazılsın. Bu ümumi cavabdır. Amma bu cavabı ümumiləşdirib və ümumiyyətlə bu cavabı xüsusiləşdirmək lazımdır. Bu kimə aiddir? Axtardığı halda tapmayanlara aid. O kəs ki, haqqı axtardı, tapa bilmədi və xəta elədi. Xəta bir yola düşdü. Hər hansı bir bidətə düşdü. Yaxud da getdi, işi də qoşuldu, Suriyada olan, yəni haqq olmayan cihada qoşuldu və s. Kimə qoşuldu. Ola bilər insan axtardı, tapa bilmədi haqqı. Ola bilsin ki, onlar Onların yəni o sünniyə tabe olmamağı elə var. Amma araşdırmadığı halda mənim niyyətim belədir, yox, yalan deyir. Hətta mən deyirəm, yalan deyir, Rəbbinə deyəcək bəs. Yəni o bəşəri allada bilmir. O məni allada bilmir, səni allada bilmir. O Rəbbini necə alladacaq? Mümkün deyil axı. Axtarmadığı halda səhvə düşüb, səhv eləyənlər bura aid deyil qardaşım. Axtardığı halda tapa bilməyənlər bəlkə ola bilər. O yenə qəlbini Allah bilir, necə axtarırdı. Ona görə həmişə belə məsələlərdə buna bənzər suallar və yaxud da buna bənzər xətalara düşən qardaşlar, onlara dünyanı məsələ çəkin kifayət edir. Dünyanı məsələləri nə edirsən? Necə yanaşırsan məsələyə? Təzə həyatında 2 dəfə maşın alırsan. Necə alarsan o maşını? Yanında maşın satanlar da olacaq, yanında maşın ustaları da olacaq, yanında ən azı 4-5 dəfə maşını alıb satan adam, şəxsi maşını alıb satan adamlar olacaq ki, birdən sənə nəsə olmasın, səni aldatmasınlar. Subhanallah, nəbiyim. Amma halbuki maşındır da, sən də bilirsən ki, nə olacaq ki, əgər xarab olsa, ustasını apararsan, düzəltdirərsən. Nəsə detalı xarab olsa, detalını dəyişdirərsən. Sən dünyada belə yanaşmırsan, ilk dəfə elədiyin şeydir və sənin həyatında ilk dəfə elədiyin bir şeydir, elə addım atırdın ona. Orada bəs niyə? Dinində bəs niyə belə eləmədin? Bu onu göstərir, yalancı vədlərdir bunlar. Bu onu göstərir ki, bunlar yalan şüarlardır, ixvan şüarlardır. Mənim niyyətim yaxşı idi. Bəli, bizim etiqadımıza görə innəməl a'mal bin-niyyat. Həqiqətən də əməllər niyyətlərə görədir. Və həmçində niyyətlər əməllərə görədir. Axı nə qədər salih niyyətli olan adamlar var idi ki, pis əməllər niyyətlərini dəyişdi, saf olan niyyətlərini dəyişdi onlar. Bəs buna nə deyək? Məgər insan dəyişən deyil, məgər Peyğəmbər sallallahu əleyhi və səlləm qəlbləri nə ilə vəsf elədi? Allahın əlində qəsrədir. Qəlb nə deməkdir? Çevrilən deməkdir. Və qəlb çevrilə bilməz. Bugün salih idi, sabah talih oldu. Ona görə lazım deyil. Yəni insan öz-özünü aldatmasın gərək. İnsan öz-özünü aldatmasın və etdiyi, necə ki Allah Taala öz kitabında buna nə məsələ çəkir? Haqqa batıl doğan geyindirmək olmaz. Yəni haqqın üzərini batillə örtmək olmaz. Bilə bil xüsusilə də. Bəli. Quran oxumağı necə çoxaltmaq olar? Məsəl üçün istəyirəm, çoxaldım, amma çətin olur belə necə deyim? Qiraəti yoxsa əzbərləməyi? Oxumağı. Oxumaqdır. Təbii hər bir ibadət müvəffəqiyyətdir. Allahın müvəffəqiyyətidir. Elə bir ibadət yoxdur ki, orada Allahın müvəffəqiyyəti olmadan insan onu artıra bilsin. İstər kiçik ibadətlər olsun, yəni feili baxımdan kiçik ibadətlər təbii ki, istərsə də feili baxımdan çətin ibadətlər olsun, fərq eləməz. Çünki nə qədər zənginlər var ki, bir dəfə də olsun qurban kəsə bilməyiblər. Aydındır. Və nə qədər sağlamlar var ki, gecələr qalxıb namaz qıla bilməyiblər. Duha namazını qıla bilməyiblər. Yəni o sağlamlıqla əlaqədardır. Çünki ibadət etmək üçün insanın nə pula ehtiyacı var, nə məscidə getmək üçün ayaq lazımdır. Nə qədər ayaq sıxlığı var ki, məscidə gedirlər. Nə də Quran oxumaq üçün hər hansı bir boş vaxta ehtiyac yoxdur. Mənim işim ağırdır, belə. Yalandır, yəni yalandır. Ağ yalanlar adamsa. Sadəcə ədalətli olmaq lazım, demək lazım ki, mən Quran oxumaq istəmirəm. Bəs sağ ol. Əgər elə olsa Allah bəlkə islah elədi. Çünki ədalətli, ədalətsiz eyni deyil. Amma mən səl çəkirəm sənə. 2 nəfər ikisi siqaret çəkən. Deyirsən ki, sən onlara siqaret çəkmək haramdır. Hər bir tərəfdən haramdır. Və dəvət edirsən, sən insanlar baxır, dəvətin növlərindəndir. Açıq-aşkar göstərmən bir şey. Və birinə deyirsən, sənə deyir, düzdürsən qardaş, həqiqətən nəfsimlə bacara bilmirəm, mənə çətin gəlir, nəfsimə zülm edirəm və s. və s. Yəni özünü qınayır və o səhvi səhv olaraq da qəbul edir. O birisine deyirsən bu həmən şeyləri. O sən deyir ki, belə siqaretə tutur barmağın arasına deyir ki, Allah mənə buna görə bağışlamayacaq. Eyni günahdır. Eyni günaha deyirlər. Eyni zərərdir. Eyni pul xərcləndirir o zərərə. Amma ikisinin alı fərqlidir. Heç ola bilsin ki, birinin İslamı yoxdur.
Çünki Rəbbinə qarşı artıq nankör. Ona görə də əgər kim ki elədiyi xətaları xəta olaraq mən xətanı boynuna alırsa, ola bilsin ki, oradan qayıtsın. Amma yaxud əgər kim ki özünə yol açırsa, batilə tərəf yol açırsa, o qayıda bilməz. Bidət də onun kimidir. Ona görə nəyə görə bidət hələ qayıda bilmir? Çünki özünə yol açır. Çünki özünə yol açır ki, bu dindir. Dində belədir. Və sairə bənzər şeylər. Və yaxud da nə qədər o sənin verdiyin suallar kimi güya özünü, yox, vaxt yoxdur, vaxt olsa Quran oxuyardıq, vaxt olsa dərsləri dinləyərdik. Yalan. Yalan. Hamısı yalan. Allah bax yalanlar adamız. Əksər demək lazımdır ki, istəmirik. Qəlbimizdən keçmir. Yəni, bizə lazım olan şeydir, sosial şəbəkələrdəki boş-boş videolardır. Yəni, onlarla qəlbimiz rahatlaşır, rahat oluruq. Və zor musiqi səsi falan da var. Rahat olur. Yəni, bizə rahat. Yəni, biz onu istəyirik, ona görə müvəffəq olmuş ona. Vallahi, bu obisindən yaxşıdır. Vaxtım yoxdur deyəndən bu yaxşıdır. Çünki obisi yalansın. Yalan danışır. O yalan danışığına görə Allah onu müvəffəq eləmir. Amma yalan danışmayan, özünü qınayan, çünki keçən dərsdə deyildiyi kimi, qınaq iki cürdür. Bu dünyadakı sənin özünə etdiyin qınaq faydalıdır. Nə qədər ki, özünü qınayacaqsan, qabağa gedəcəksən xeyirdə. Müvəffəq olacaqsan. Çünki insan özünü qınadıqca, xətalarını qınadıqca özünü, artıq ona hikmət gəlir, ona ağıl gəlir, ona fəhm gəlir. O doğru yolu görməyə başlayır. Və artıq xətalarını və günahlarını tərk etməyə başlayır. Təbii ki, insan öz-özünü qınadıqca. Amma qiyamət ki, olan qınaq fayda verməyəcək. Allah qınayacaq. Allah Allah niyə deyə soruşacaq. Necə ki, keçən dərsdə xatırladıldığı kimi, Ayşə radiyallahu anhadan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, insanlardan qiyamət günü insanlarla iki cür müamilə olunacaq. Yəni suallar veriləndə insanlara günahlarına görə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, əgər kimlərə deyilsə ki, sən bu günah eləmisən, bu günah eləmisən, bu günah eləmisən, bu günah eləmisən, Allah onları bağışlayacaq. Amma gəl Allah Taala soruşsa ki, niyə eləmisən? Niyə eləmisən? Niyə eləmisən? Niyə eləmisən? Onlar bağışlamayacaqlar. Çünki Allah Taala'nın soruşduğu niyə eləmisən sözü Allah cavab gözləmir ondan. Bəli. Məsələn, bu ümumən bir topluma bəla nə vaxt gəlir? Məsələn, cahillərin ən çox məsələn o verdiyi şübhəli suallar ki var ki, filan yerdə niyə zəlzələ oldu? Orada günahsız adam yox idi. Amma günahkar başqa yerlərə gəlmir. Başqa yerlərə gəlmir burada. Yəni har yerə gəlməlidir. Harasa bir yerdə zəlzələ olanda, şimşək çaxanda, sel gələndə, tsunami olanda, başqa yerə gələndə qəlbi rahat olacaq o adamın. Bütün dünya dağılsa qəlbi rahat olar. Hə? Rahat olacaq qəlbi. Demək xəstədir. Qəlb xəstədir. Ümumiyyətlə belə bizdə var. Yəni o insandır, baxır ki, işıqları söndü, başlayır deyinməyə. Çıxır, baxır tez qonşunun işıqda sönübsə qəlbi rahat olur. Xəstəlikdir. Yəni burada sel gəlir, bəla gəlir, müsibət gəlir. Birinci bəla, müsibət bizə görə zahir. Bəlkə ola bilər ki, Allah Taala bağışlamaq üçün göndərib onu. Bəlkə Allah Taala ibrət üçün göndərib onu. Yəni başqa yerlərə gəlməlidir. Yəni sənə müsibət yanında başqa yerdə gəlməlidir. Ona görə gönül xəstə qəlbin sahibidir. Yəni əlhamdülillah, sevgin kesə olmasa başqa yerdə müsibət gəlməyib. Başqa yerdə uşaqlar, qadınlar ölməyiblər, insanlar ölməyiblər. İndi burada oldu, burada müsibət gəldi. Başqa yerdə olmadıq, əlhamdülillah. Sevinmək lazımdır. Heç ağıllı insan heç heyvanların ölməyini sevinməməlidir. Heyvan öləndə sən narahat olmalısan ki, o günahsız heyvandır. Niyə öldük görəsən o? Hətta şəriət bizə o ət yeməyi necə deyib? Allahın adını çəkin kəsmək. Boş-boşuna əti kəsmək olmaz. Heyvanı kəsmək olmaz, haramdır. Allahın adını çəkin, sonra kəsin o ki, sizə halal olsun. Hətta şəriət orada qoydu ki, icazə qoydu ki, həddi aşmayın. Allahın adını çəkin ki. Hətta halal olan kəsilib yeyilən ətlər, hətta o ki, qalmışdır, başqa boş-boşuna heyvanları öldürmək olmaz. Yəni, başqa yerdə insanlar ölmürsə, səni narahat edir. Allah'ın üstünə. Qardaş da təzə gəlib İslama. Və deyir ki, evdə, yəqin ki, evdəkilər kimsə gözəl araşdırmalar eləyib. Deyir ki, bəzi bu hizbilərin, bəzi dəstələrin, xavaricilərin videolarına baxırlar, bələddirlər. Deyir, nə oldu? Bunlar 10 il bundan qabaq dövlətin əleyhinə, dövlət atributlarının əleyhinə çıxışlar eləyirdi, insanları
lazımsız yerlərə göndərirdilər. İndi fərqli çıxışlar edirlər. Yəni biz bunlara inanmırıq. Təbii ki, evdə narahatdılar buna görə. İndi qardaş da deyir ki, mən izah eləyə bilmirəm ki, yəni hamı belə deyil. Yəni biz də sələfi, onlar da özlərini sələfə nisbət edir və hamı belə deyil. Bir mən necə doğrulaya bilərəm özümü? Mən necə bu vəziyyətdən çıxa bilərəm? Ümumiyyətlə kiminsə səni haqlı görməsi, yəni sən əgər haqq üzərindəsənsə təbii ki, və ya da kiminsə səni haqsız görməsi bu ölçü meyarı deyil. Ölçü vahidi o deyil. Ölçü vahidi Allah nə deyər? Allah necə görür? Ona qalsa insanlar heç vaxt düz görməyəcəklər. Heç vaxt düz görməyəcəklər. İnsanların yaşayış tərzinə baxsan, heç vaxt düz görməyəcəklər onu. Onlarla özünü meyar qoysan, ölçü vahidi qoysan, istər valideyn olsun, istər qohumlar olsun, fərq eləməz. Bu ölçü vahidi deyil. Həmən o müsəlman, həmən o qardaş öz dinini yaşasın. Kim nə deyir, kim nə demir, özü bilər. Öz dinini araşdırsın, elmini artırsın və dəvətində ədəbli olsun, əxlaqlı olsun və nəyi gücü satırsa eləsin. Və dua eləsin öz valideynləri üçün və dua eləsin kimlər ki, onun haqqında səhv fikirlərdədirlər, səhv düşüncələrdədirlər. Ola bilsin, mən sual düzgün izah edə bilmədim. Onlar deyir ki, yəni sələfə nisbət edən xavaricilərlə qarışdırırlar atam evdəkilər. Hə, həmçinin elə canlı bildin, aydındır. Yəni o ola bilər. Ola bilər. Çalışsın, dəvət eləsin. Qarşılarına dəlil qoymağa çalışsın və ya onlara nəyisə izah etməyə çalışsın ki, məsələn xavaricilər belədirlər, biz beləyik. Yəni baxırlar hamı görür ki, xavariclərin bığları qısadır, bizim də bığımız qısadır. Xavariclər də saqqal saxlayırlar, biz də saqqal saxlayırıq. Neyin? İndi başqa yerdə buddistlər eləyir. İndi o demək ki, biz buddistiyik, yoxsa buddistlər müsəlmandır. Yəni saqqal tükdür, yəni meyar deyil. Yəni saqqalın insan qırxanda da sələf olur, saqqalı qırxmayanda da sələf olur. İsbal uzun olanda da sələf olur, isbal qısa olanda da sələf olur. Sələfilik yolun özüdür. Ona görə izah eləsin həmin o valideynlərinə və yaxud da böyüklərinə ki, yəni o ölçü vahidi belə deyil. Kimlərsə belə deməyi, kimlərsə belə deməyi və yaxud da kimlərsə firqələrin bir-birlərini oxşamağı ona fikir vermək lazım deyil. Ona fikir vermək lazım deyil və səhv fikir və səhv düşüncədir. Və təbii ki, kim də istəyirsə araşdırsın. Sələflər sələfi olaraq öz postlarındadırlar, öz yerlərindədirlər və xavariclərdə və yaxud onları bənzərlər və onlardan təhlükəlilər də elə öz yerlərindədirlər və hamısı zahirən görünür, görənlər üçün təbii ki. Görməyənlərə neynəsən də fərqi yox. Bəli. İnşallah elə bir dənə ailə söhbəti açılmışam, bir dənə sual vermək istəyirdim. Görürsən bu gənc xanımlar, gənc bacılar olur ki, məsəl üçün özləri namaz qılır, ibadət əhlidirlər. Bayaq sual vermişdim, hicabsızdırlar ailələrinə görə ən çox. Ailələr məsəl üçün biraz yaşı çoxalan hətta olur ki, məsəl üçün sıxırlar onları, deyirlər məsəl üçün cavan qızsan, cavan xanımsan, keçmə, nə edirsən, nə bilim, gəncliyin gedəcək, çətin olacaq sənin üçün, istilər gəlir falan filan. Yəni belə də ümumən belə əzəldən bəri eşitdiyimiz sözlərdə. Yəni o ailələrə, həmçinin ən başda da o gənc xanımlara, bacılara nə məsləhət edərsiniz Allahın izni? Birincisi isti qabaqda, burada isti yoxdur. İsti qiyamət günü. Yəni burada isti yoxdur. Nədir ki, o 1-2 aydır da. O ki qaldı icazə vermirlər evlərindən. Sabırlı olsun, ya da icablarını geyinsinlər. Icabını geyinsinlər, fikir verməsinlər. Burada bəziləri ilə başa düşür ki, biz insanlar ailənin içində söz-söhbətə səbəb oluruq. Bəziləri ilə başa düşür ki, biz valideynlərin övladların arasında hər hansısa bir münaqişələrin yaranmağını istəyirik. Ya istəmirik, sizə lazım deyil o. Əksinə biz istəyirik ki, ailələr xoşbəxt olsunlar. Ana ilə balası, ata ilə qızı, hamısı təbii ki. Amma əgər valideynlərin öyrətdiyi şeylər, valideynlərin təbliğ etdiyi şeylər batildirsə, batilə tabi olmaq olmaz. Necə ki, dünyada elədir. Məsələn, ola bilər valideyn övladına hər hansısa batil şeyləri əmr eləyir, xətalar əmr eləyir. Neyini deyəcək ki, atan da elə. Nə qədər valideynlər var ki, uşaqlarını, övladlarını özləri narkoman elədilər. Nə deyəcək ki, valideyn eləyir, valideyn deyir, sən də elə daha neynəyəcəksin, ata da deyir. İynədir də bir dənə, nə olacaq ki, iynə ilə. Onlar elə şey olmaz. Ona görə həmçinin din də elə, o qadınlara, o xanımlara da nəsiyyətim odur ki, o bacılarımıza da nəsiyyətim odur ki, fikir verməsinlər, icablarını geyinsinlər, örtünsünlər
Ən pis halda nə olacaq? Döyəcəklər, vuracaqlar. O da tasır da vursun. Nə problem var? Heç nə olmaz. Səbirli olsunlar. Yəni bizdən qabaqçıların başına nələr gəlibsə, nə problemlər, nə sıxıntılar gəlibsə, bizim də başımıza o sıxıntılardan, o problemlərdən müəyyən qədər gələcək. Düz o qədər gəlmir, azdır. Amma səbirli olsunlar və hicab kimi böyük ibadət tərk etməsinlər. Çünki həddi yaşına çatan bir qadının hicabsız olması haramdır. Haramdır. Hicabsız çölə çıxması haramdır. Bəli. Bəsdir. Həmzin Allah bilir və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn.